Təbii ki, bizneslərdə hər zaman marketinqin nə etməli olduğunu sadəcə bir insan bilir. Bu da kimdir? Marketolog. Bəli. Mənə tez-tez sual verilir ki, biz məsələn bitirmişik marketinqi, bitirmişik nə bilim bu kursu. Mən necə başlayım? Mənim təklifim hər zaman olur ki, aldığınız ilk təklif nədir, oradan başlayın. Sizi satışa götürürlərsə gedin. Müştəri əlaqələr şöbəsinə dəvət edirlərsə gedin. Menecmentdə hansısa bir intern işə dəvət edirlərsə gedin. Birinci kursda daxil olub marketoloq olmaq istəyir, marketinq sahəsində işləmək istəyir, amma başqa bəlkə də ixtisasa düşüb, balı çatmayıb, düşüb başqa ixtisasa. Universitet illərindən götürsək baza, orada necə başlasınlar prosesə? Bundan rahat öyrənilməli rəqəmsal marketinqdir. İstər sosial media olsun, istər digər analitik və rəqəmsal qollar olsun, öyrənə bilərlər. Bu sahəni seçmək istəyən gənclərə nə tövsiyə edərdiniz? Tövsiyəm bir mənalıdır. Həqiqətən marketinqin nə işə yaradığını, nə etdiyini anlayan yoldaşlar bir dəqiqə belə düşünməsinlər və özlərinə ən yaxın resursları istifadə etsinlər, öyrənsinlər və ilk fürsətdə hansısa bir işə daxil olsunlar.